Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən kollegiya aşağıdakı tərkibdə təsdiq edilib. Kollegiyanın sədri Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri. Kollegiyanın üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aparatının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin standartlaşdırma, texniki, tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Bazarına Nəzarət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii İnhisarlara Dövlət Nəzarəti şöbəsinin müdiri.